Зимнее утро. Потом придет зимнее утro. Mərci bu artıq hazırdır. Blenderdan bunu hamısını əzmək olar, amma uşaqlar belə xoşlayırlar və ona görə blenderdan üstündən getməyəcəm. Belə bizə nuş olsun və sizə də əgər siz də yeməyinizi yeyirsiniz, nuş olsun. Vlogun əvvəlində sizi salamlamadım. Elə o da görə hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Yeni izləyicilərimdən bir xahişim var. Əgər kanalıma abunə olmamısınız, onda dəstək üçün mütləq abunə olun. Rəy bölməsinə smailik saxlamağa və like eləməyə unutmayın. Hər bir elədiyiniz hərəkət mənim üçün çox vacibdir. İndi isə gözəl izləmələr. Yeməyi hazırladım. Uşaqlar yeməyini yedi, qabları yuyuram, mətbəxi səliqəyə salacağam və keçəcəm növbəti otaqlara. Bakıda havalar artıq soyudu, artıq qış hiss olunur. Belə soyuq havalarda xoşlayıram ancaq uzanasan, televizora baxasan, qəşəng köhnə 90-cı illərdə baxdığımız kinolara təzədən baxaq. Sovet kinolara baxmağı çox xoşlayıram və hər gün yeni ilə aid olan Sovet kinolara baxıram. Dekabr ayı gələn kimi başlayıram uşaqlarla birlikdə evdə tək baxmağa. Bütün seriyalarına baxırıq hər gün. Dekabr ayı dəhşət çox xoşlayıram. Yeni ili, bu elə bil ki həm uşaqların, həm də ki böyüklərin bayramıdır. Bir sözlə nağıl bayramıdır. Bilmirəm sizdə necə, amma mən yeni il bayramını çox sevirəm və bəlkə də balaca bir uşaq kimi yeni ili gözləyirəm. Çünki bu nağıllar bayramıdır. Üz qulluğu üçün biraz kosmetika almışam özümə və sizinlə bölüşmək istəyirəm. Rus dilində olan kanalda bir xanım yazmışdı ki, üzümə necə qulluq eləyirəm, hansı kremlərdir, gellər, nələr işlədirəm, onu göstərim. Əslində məndə o qədər də kremlər, üzə qulluq eləyən maskalar, nə bilim belə şeylər o qədər çox yoxdur, bahalı da yoxdur ki, sizə belə bura düzüm və hamısını bir-bir nağıl kimi danışım. Bunu səhər eləyirəm, bunu günorta, bunu axşam, bunu nə bilim axşam yatmamışdan qabaq eləyirəm, bunu nəmləndirici kremdən qabaq, bunu nəmləndirici kremdən sonra, belə şeylər məndə yoxdur və ona görə bura düzməyə heç bir şeyim də yoxdur. Sadə üzə qulluq eləyirəm özümə və sizə indi göstərəcəm. Deməli, səhər həftədə 2 dəfə ya da 3 dəfə üzümə maska qoya bilərəm. O hazır maska ola bilər ya da ki ev üsulla hazırlanmış maskadır. Bəzi vaxtları sizə göstərirəm, çox vaxtı göstərmirəm, çünki üzümü göstərmirəm sizə deyə mənə elə gəlir ki, heç maraqlı da deyil, ona görə göstərmirəm. Amma indi sizə göstərim, çünki o biri kanalda soruşmuşdular, dedim sizə də göstərim. Belə, özümə nələr aldım? Deməli, bu üz yumaq üçün geldi. Hal-hazırda məndə evdə var idi, amma orada az qalmışdı, dibində qalıb. Həm də onu, yəni onun yerinə başqa bir şey almaq lazım idi və mən aldım. Deməli, o evdə dibində az olan üzə vurulan gel
Arada bezirəm iylərinə görə, tez-tez bezirəm və bir gün misal üçün həmən o gellə üzümü yuyuram, bir gün isə Sevgurt duru sabun var. Duru sabunla üzümü yuyuram. Düzdür, indi yaza bilərsiniz ki, duru sabun özü də Sevgurt qurudur üzünü, onu bilirəm. Çünki özümdə də hiss eləyirəm qurudur. Amma üzünü yuyandan sonra həmən dəqiqə nəmləndirici krem vururam və heç bir şey əziyyət çəkmirəm. Yəni sonra üzüm dartılmır, heç bir şey olmur. Üzümün rəngini necə dəyişir, o çox xoşuma gəlir və ona görə o Sevgurtu belə işlədirəm. Həm də ki antibakterial bir şeydir, ona görə onu belə işlədirəm. Ya da ki misal üçün evdə üz yuma gel bitəndə və jidki sabun evdə olmayanda gel dla duşa onu işlədə bilərəm, üzümü onunla yuya bilərəm. Mən belə şeylərdə heç bir problemi görmürəm. Bəzi qızlar misal üçün deyirlər ki, yox, o ancaq bədənə aiddir o gel, başqa o birisi misal üçün üz yumaq üçün gel o ancaq üzə aiddir. Məndə belə şey yoxdur. Mən belə şeylərə inanmıram. Sastav mənə elə gəlir ki, hamısı eynidir. Sadəcə bizi aldadırlar. Bunu başqa tübika doldururlar və yazılır ancaq üz üçün, o birisi o biri tübika doldururlar, yazılır və ancaq bədən üçündür. Və ona görə mən problem heç görmürəm. Ona görə əlimə hansı gel düşdü, onunla da üzümü yuyuram. Belə nəsə o üz üçün gel artıq qurtarırdı deyə dibində qalmışdı. Bunu almışam. Bunu neçə dəfə mən istifadə eləmişəm. Qəşəng şeydir. Xoş duyuram və ona görə təkrar yenə də bunu aldım. Bu isə Glina, yəqin ki, hamı bilir də bu kosmetikanı hamı işlədir. Çox qəşəng maskadır. Bunu mən işlətmişdim, ancaq məndə ağ Glina olmuşdu. Bitib, çoxdan bitib. Onun əvəzinə başqa maska almışdım, onu işlədirdim. İndi o da dibində qalıb. Bircə dəfəlik işlətsəm, vəsə, atacam onu. İndi bunları aparanda hamama sizə göstərəcəm hansılar məndə var idi, nə işlədirdim. Belə bu Glinanı aldım. Bu hətta bilirsiniz üzə, bədənə və saça da işlətmək olar, amma heç vaxt işlətmirdim, ancaq üzümə işlədirdim. Özü də çox qəşəng maskadır. Adamın üzünü həm də belə ton dəyişilir də, rəngi dəyişilir, həm də ki matvi eləyir, həm də ki qurutmur. Mən çox bəyənirəm bu Glinanı. Ona görə bunu təkrar aldım. Sonra skrab bunu işlədirəm. Hal-hazırda məndə Faberlic'dən var skrab. O da уже dibində qalıb. Onu tübika başını kəsmək lazımdır. Biraz üzümə, biraz da əlimə eləyəcəm və tulayacam. Çünki təzəsini уже aldım. Bu skrabı çox sevirəm, çox xoşlayıram. Həm iyisini, həm də ki necə işləyir üzdə, çox bəyənirəm. Mən skrabları bilirsiniz necə işlədirəm. Misal üçün üzümə skrab çəkdim və hardasa 1-2 dəqiqə üzümdə saxlayıram, maska kimi də onda da işləyir. Sonra isə yuyuram. Belə bir skrab aldım. Bunun malina var və belə ərik. Əriyi daha çox bəyənirəm. Həm iyisi, həm də ki üzü dartmır, qurutmur, çox qəşəngdir. Belə, bu da mənim skrabım. Sonra bir vlogda sizdə göstərmişdim, uşağımda, qızlarımda belə gel var idi, dodaq üçün gel. Mən almışdım, amma o rəngli çıxmışdı, rozova rəngdə olmuşdu və ona görə onu özümə götürmüşəm. Qızlara isə təzə belə bir gel aldım. İndi qışdır, dodaqlar quruyur və mütləq uşaqlar bunu işlədirlər. Görürsüz, bunun fırçası ağdır. Deməli, bunun rəngi heç çıxmayacaq. Belə olacaq. Belə, bunu da bağlayaq. Bu qızlarındır. Demişdim alacağam və nəhayət ki aldım. Mən deməli gel lakdan imtina eləmişəm. Bilirsiniz də mən almışdım onu Temudan. Özüm evdə özümə eləmişdim, amma sonra o qədər belə videolara baxmışam, hansında ki orada deyilir bu yaxşı bir şey deyil, çox ziyandır. Qorxunc şeylər əmələ gəlir bu geldən. Həm geldən, həm o lampadan. Ona görə çox qorxdum və qayıtdım köhnə üsullara. Adi laklar. Sadəcə bu gel şeyindədir, necə deyirlər, effektidir və uzun müddət qalır.
Bu deməli bir həftə eləyirəm. Hal-hazırda baxın budur. Həmən bu lakdandır Top Face-in, amma boz rəngdə. Həftədə bir dəfə eləyirəm və məndə heç burası çatlamır da, qalır. Bir həftədən sonra həftə sonunda baxıram ki, rəngi bozarır, biraz rəngi açılır, pis görsənir, onda silirəm və təzədən çəkirəm. Mən uzun dırnaqları xoşlamıram, sevmirəm. Neçə dəfə saxlamışdım özüm, uzadırdım və o mənə çox maneə eləyirdi. Özümü rahat hiss eləyə bilmirəm və həmişə mənim dırnaqlarım belə olurdu. Yəni belə çıxılı, mən belə çıxılı dırnaqları daha çox bəyənirəm, nəinki o uzun dırnaqlar. Həm iyrənirəm o uzun dırnaqlardan, həm də ki, nə qədər desələr ki, onu biz gündə 100 dəfə əlimizi yuyuruq, dırnaqların içini, zadını, orasını, burasını. Mən elə şeylərə inanmıram. Ən çox mikrob dırnaqlarda oturur. Burada içində bilirsiniz də. Ona görə uzun dırnaqlarla heç aram yoxdur. Və ona görə keçdim adi laklara. O vaxtlar necə lak eləyirdik, həmən belə laklara. Bunun şeyi yaxşıdır, nə yaxşıdır? Yəni bir həftə durur da, qopmur dırnaqdan. Amma o birisilər, onlar tez qopur. Hansılar ki, yaxşı deyildi, hamısını tullamışam və Top Face-dən bir neçə dənəsini alacağam özümə və onları işlədəcəm evdə. Vəsə. Belə. Bir də özümə blesk almışam. Bu bleski atacağam maşına. Harası gedəndə, maşın qızana qədər bunu işlədəcəm. Belə baxırsan, korичневый rəngdədir, amma dodağa çəkəndə parıltılıdır. Yəni rəngi yoxdur da. Sadəcə bir bleskdir. Zərli blesk. 19 nömrə. Belə. Nəysə, indi bunları aparım hamama və göstərim sizə mən hansıları işlətmişdim, hansı az qalıb və nəyi atacağam və sonra bunları işlədəcəm. Deməli, belə bu şkafda baxın, bunu deyirdim. Bu skrab Faberlic'in skrabıdır. Pis deyil, yaxşıdır. Üzü qurutmur, dartmır. Bunu bəyənirəm. Amma iyisi o qədər də xoşuma gəlmirdi. Elə deyirdim, bu nə vaxt bitəcək. Bunu əslində çoxdan almışdım. Keçən il fevral ayında. Yəni уже 1 il var da necə bunu işlədirəm. Mən biraz götürüb işlədirəm. Çox götürmürəm də. Ekonomlu işlədirəm, qənaət eləyirəm. Və nəhayət ki, bu уже məndə bitir. Bunu buradan kəsəcəm, bu tubiki üzümə çəkəcəm və qalanı əlimə 1-2 dəqiqə saxlayacağam, sonra yuyacağam və vəsə bunu tullayacağam və bunun yerinə bunu işlədəcəm. Çox qəşəngdir, çistə liniya mən çox bəyənirəm. Neçə dəfə bunu işlətmişdim, sonra dəyişirdim, başqa firmaları alırdım və yenə də bu çistə liniyaya qayıdırdım mən. Sonra belə bir şey var məndə, qara maska. Bu plyonka maskadır. Bunu çox vaxtı, nə vaxt işlədirəm. Hamamdan çıxandan sonra, buxarda çoxlu qalandan sonra, üzüm buxarlanandan sonra, deyəsə belə düz deyilir də, hə? Bunu eləyirəm və çox qəşəng üzü təmizləyir. Uşaqlar çox xoşlayırlar mən bu maskanı eləyəndə. Quruyandan sonra uşaqlar çıxardılar bu maskanı. Belə və belə bir şey var idi məndə. Bu da çox qəşəng şeydir. Banka Agafi. Bunu bəyənirəm. Üzü çox qəşəng eləyir, matımı eləyir üzü, həm də ki qurutmur. Sadəcə уже bitmişdi. Уже bitir. Daha doğrusu hardasa bir dəfə qalıb da, ya bir dəfə ya 2 dəfə bunu işlədəcəm və tullayacağam. Və bunun yerinə glina aldım, bunu işlədəcəm. Burada məndə soda var. Sodanı burada nə işlədirəm? Maska hazırlayanda, sodalı maska hazırlayanda bunu işlədirəm. Sodadan özümə peeling eləyirəm. Ona görə bunu burada saxlayıram. Bu məndə üz yumaq üçün geldi. Artıq dibində az qalıb. Bu geli deyirəm. O qədər işlətmişəm ki, уже iyisi bezdim də bunun iyisindən. Ona görə arada gah bundan yuyuram, gah da ki bundan Sevgırt jidki sabundan. Bilirəm bu əl üçündür. Çox qəşəng bilirəm. Amma ki mən onu üzdə istifadə edirəm. Mənim üçün problem deyil. Və bundan üzümü hər səhər yuyuram. Çox qəşəng silikon şotkadır. Üzü qəşəng təmiz eləyir. Belə. Deyəsə sizə hər bir şeyini göstərdim. Bunu da hələlik bura qoyum. Çünki buradan götürürəm də
Buraya düzəndə xoşlamıram. Onsuz da orada yer azdır. Bu da şotka qızımındır. Bura qoyum, ucu qurudu. Səhər üzünü yumuşdu. Quruyandan sonra şkafa qoyuruq. И все. Belə. Bizim artıq məktublar yoxdur, çünki bizim Şaxta Baba məktubları apardım. Uşaqlar çox sevinirlər və biz uşaqlardan belə danışırıq. Bir il ərzində onlar özlərini yaxşı aparırlar və ilin sonunda əgər özlərini yaxşı aparıblarsa, deməli Şaxta Baba gəlib bunların məktublarını aparacaq. Əgər ki, məktubları aparmadı, deməli uşaqlar özlərini bir il ərzində pis aparmışdılar. Və ona görə il boyu uşaqlar çalışırlar, özlərini yaxşı aparsınlar, məni əsəbləşdirməsinlər ki, ilin sonunda Şaxta Baba gəlsin bunların hədiyyələrini, məktublarını aparsın. Və belə, məktublarımız yoxdur. Deməli, bayramda biz hədiyyə gözləyəcəyik. Artıq videonun sonuna gəlib çatıb, mən bu qaranlıqda uşaqların dalınca gedirəm. Bu axırıncı dəqiqəyə kimi baxmısınızsa, hər birinizə təşəkkürümü bildirirəm. Hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda inşallah ki görüşərik. Hələlik.